Ötən il martın 24-də ömrünün 35-ci yaşını qeyd edən, toyunda özünə şəhid olub, üç rəngli bayrağı tabutuna bükülmüş şəkildə evə gəlməsini arzu edən qəhrəman Gizir. Həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən bunu sidq ürəklə deyirəm, təmiz ürəklə deyirəm. Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımla, qanımla keçməyə hazıram. Və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olub, Azərbaycan Respublikasının üç rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutum dəfn olmağa getsin. Astara rayonunun Əzəri kəndindən olan 4 günlük müharibədə şəhid olmuş xüsusi təyinatlı Gizir Pəncəli Teymurovun il mərasimindəyik. Pəncəli Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunun Əzərüd kəndində doğulub. Uşaq vaxtlarında Xocalı soyqırımın dəhşətlərindən özünə gələ bilməyən Pəncəli 1999-cu ildə hərbi xidmətə yollanır. Düşmənə olan nifrət, qisas hissi Pəncəlini orduya bağlayır. Ömrünün 17 ilini Azərbaycanın müdafiəsini həsr etmiş Gizir xüsusi təyinatlarda xidmət edib. Dünya xüsusi təyinatlar imtahanından keçən Teymurov Azərbaycanda sözünü deyən kəşfiyyatçılardan biri olub. Aprelin 2-dən 3-nə keçən gecə Talış istiqamətdə gedən döyüşlərdə düşmənin 20-dən çox postun ələ keçirilməsində yaxından iştirak edən qəhrəman düşmənin 2 tankını məhv etmiş, onlara sarsıdıcı zərbə endirmişdi. Xüsusi təyinatlarımızın gücündən qorxaraq, ora ağır artilleriyada mərmilər yağdıran ermənilər susturulsa da Pəncəli Teymurov başından və ayağından aldığı qəlpə zərbəsindən şəhid olmuşdu. Pəncəli Teymurov, Murad Mirzəyev və digər qəhrəman oğullarımızın meyidi düşmən tərəfindən aprelin 10-da geri alınıb. Biz ora çatanda hava çiskinli, dumanlı idi. Elə bil göylər də Pəncəlinin ikisinə üzülürdü. Səhər saatlarından insan izdihamı müşahidə edilməkdə idi. Rayon rəhbərliyi, din xadimləri, silah yoldaşlarının iştirakı ilə şəhidin məzarı ziyarət olundu. Demək olar ki, Pəncəli Teymurov şəhid olandan bu ilə qədər, yəni bir ildə bizim ailə üzvlərin arasında nə yeməyimiz yeməkdir, nə içməyimiz içməkdir, nə dərd, böyük dərddir. Bizim üçün böyük dərd onun olmaması. Pəncəlinin yoxluğu onun silah yoldaşı, həmkəndisi Tofiqə çox pis təsir edib. Onun istəyi Pəncəli ilə son nəfəsində onunla birgə olub vuruşmaq istəyi idi. Pəncəli sağ ikən qəhrəman idi. Sağ ikən. Ona görə o qəhrəman idi ki, o həmişə vətəni üçün, xalq üçün döyüşmək istəyib. Yəni, nəsə irəli getmək istəyib. Yəni, öz naminə yox, vətənin naminə istəyib. Onun ürəyindən gəlib. Ona görə də o öz arzusuna çatdı. Bu şəhidlik zirvəsinə yüksəldi. Bizə çox pis təsir elədi bu. Hərbiçi yoldaşlarına çox təsir eləyib. Mən indi ehtiyatlı olduğuma görə mən indi o hissləri onlardan çox yaşayıram. Ona görə ki, deyirdim ki, köşmən də onunla orada olsaydı. Ehtiyatlı olan silahdaşı Natiq Mehdiyev bura onun yas mərasiminə deyil, qələbəsinə gəldiyini söylədi. Teymurov Pəncəli ilə 7 il çiyin-çiyinə xidmət eləmişik. 7 il çiyin-çiyinə. Teymurov Pəncəli deyiləndə adamın gözünün qabağına ən doğma, ən əziz bir insanı gəlir. Öz qardaşı, doğma qardaşı öz adamın gözünün qabağına gəlir, o qayda gəlir. Teymurov Pəncəli çox mərd insan idi, çox vətənpərvər idi. O ilə döyüşə gedəndə adam heç vaxt narahat olmurdun ki, gedəsən o ilə sənə bir şey olar, o qalar orada. Və yaxud sənə bir şey olar, sən qalarsan orada deyə bir şey yox. Bilirsən ki, sənin yanında belə bir yoldaşın var, o səni çıxardacaq, nətər dar yerdə olsa çıxardacaq. Düşmən arxasında olsan da çıxardacaq səni. Mən bugün buraya üzr istəyirəm, yas mərasimi üçün, mən bugün onun qələbəsi üçün buradayım. Hansı ki, o qələbə üçün ki, o döyüşdü, canından keçdi. Canından keçdi və neçə ana bacılarımızın gözü yaşda qalmadı.
Pəncəli kimi oğullar, Pəncəli kimi döyüşkən igidlər olmasa, bu dəqiqə kim bilir nə qədər ana bacılarımızın gözləri yaşlı qalacaqdı. Çox, həddindən artıq çox. Pəncəli ilə eyni gündə prezidentin sərəncamı ilə igidliyinə görə fərqlənən ehtiyatda olan gizir Ülfət Həsənov Pəncəlini onların qəlbində yaşadığını, özünü yüksələ bilmədiyi şəkli zirvəsindən danışdı. Belə deyək, hamımız toplaşmışıq. Bunun bir sevindirici haldır ki, mən də onun yerində istədim elə olam. Mənim özüm də yaralanmışam. Qismət olmadı ki, mən də bunun kimi hər hansı bir yüksək bir zirvəyə yüksələm. Hər adama qismət olmur o zirvəyə yüksəlmək. Yəni o aramızda olmasa da, o daimi bizim ürəyimizdə yaşayır. Pəncəlinin həsrəti hələ də unuda bilməyən Vahimə ana, oğlunun şəhid olmasından sonra nə gecəsi, nə gündüzü olduğunu söyləsə də, intiqam hissi ilə yaşadığını dedi. Ana ermənilərə mesaj göndərməyi də unutmadı. Allah bizim bu qara günümüzü daima ermənilərə qismət eləsin. Onlar bizim bu sıxıntımızı, bizim bu qara günlərimizi, bizim bu ahnalamızı daim onlar çəksinlər. Allahımdan arzum budur. 60 yaşım var. Əgər bu yaşda mən onun döyüş yerinə getsəm, mən o avtomatı mənə versələr, mən özüm onlardan bir-ikisini öldürsəydim, biraz mənim bu ürəyim sakitləşərdi. Onları məhv etməyi mənim ürəyimdə ən bir yaxşı arzudur. Biz nə qədər də şəhid versək, yenə də biz öz başımızı aşağı tutmayacağıq. Onlar fəxr eləməsinlər ki, biz bunların igidlərinizi qırdıq, məhv elədik. Yox, biz yenə də o igidləri çalışırıq ki, elə oğullar tərbiyə eləyək, igid olanlar hazırlayırıq ki, onları məhv etsinlər. Hərbçilərin gəlməyini eşidəndə, elə bilirəm, elə Pəncəlini görürəm, Pəncəli gəlir. Mənə çox təskinlikdir. Bunları görəndə, elə bilirəm, elə Pəncəlini görürəm.